il konstitusiyamızın 30 ili tamam olur. 30 il bundan qabaq noyabrın 12-sində qəbul olunmuş və 27 noyabrda qüvvəyə minmiş konstitusiyamız, baxmayaraq ki 30 il keçib, dünya konstitusiyaları içərisində ən modern konstitusiya olmaqda davam edir. Ona bir neçə dəfə də mühüm əlavə və dəyişikliklər edilib. İnşallah 100 yaşını da gələcək nəsillər görər, daha çox əsrlər boyu, minilliklər boyu davam edəcək bizim bu ərazi bütövlüyümüzlə, suverenliyimizlə, dövlətimizlə. Biz də bir qeyri-hökumət təşkilatı olaraq çalışırıq, hakimiyyətin o qolları ilə yanaşı öz töhfəmizi verək bu suverenliyimizə, müstəqilliyimizə, konstitusiyamıza. Konstitusiyada əks olunan hüquqların təmin olunmasında bilirsiniz, ictimai nəzarət vacibdir. Bunu da cənab prezident dəfələrlə qeyd edib. Biz də çalışırıq ki, bu hüquqların özümüzə aid olan hissəsində, nizamnaməyə aid olan hissəsində bu hüquqların təmin olunmasında nəsə töhfə verək və bu istiqamətdə səylərimiz var. Həm çalışırıq bunu beynəlxalq müstəvidə fəaliyyətimizi olsun, həm ölkə daxilində. Yəni bu dövlət mexanizmlərindən kənar bir mexanizm olaraq bu ictimai təsir mexanizmləri ilə istifadə etməyə çalışırıq. Bizim də yaşımız 30 deyil təşkilatımızın, amma ona yaxındır və çalışacağıq bundan sonra da bu işimizi davam etdirək.